Salam olsun bütün Azərbaycanda qeyrətli kişilərimizə, xanımlarımıza. Qardaşlar, buradan gənc, cavan qardaşlarımıza səslənirəm. Bir cinayətə meyilli olan qaqaşlarım var ha, gənclər. O ki, qiniloylar, çaqqallar eşidirsən, onlara düzgün başa salmır, düz istiqamət vermir. Ha, bax, həmin qaqaşlarıma aiddir. Qardaşlar, cinayətə meyil edib, axırda bu günə qalmaq istəmirsinizsə, indidən gələcəyinizi qurun. Üzdü ağıl yaşta değil başladı. Bu ahtım malaletkadan başladı. Hey bu uşaqlığın şirin anla. Allah, mən də bugün 27 yaşım var, ömrümün 8 il bir ayı zindan həyatında keçib. Mən də həvəsli olmuşam, mən də meyil eləmişəm. Amma bugünkü gün eşidirsən, o yoldan, o yaşayışdan tapdığım ancaq bu əzab əziyyət oldu. Gəncliyim məhv oldu, karyeram məhv oldu, gələcəyim məhv oldu. Bugün gün fəhlə işləyirəm.